Salam, bugün mən uşaqlar arasında ən çox yayılmış virus infeksiyası olan respirator sinsitial viruslar haqqında məlumat vermək istəyirəm. Bu virus valideynləri çox narahat edir, çünki 12 aydan kiçik uşaqlar arasında yayılaraq tənəffüs çatışmazlığı əlamətləri göstərən xəstəliklərin yol açmasına səbəb olur. İlk növbədə gəlin görək ki, bu virus nədir? Respirator sinsitial virus növlərinin biri olub, ən çox insanlar olan yerlərdə, xüsusən bağçalardır, uşaqlar çox olan yerlərdə, xəstəxanalarda, sosio-ekonomik vəziyyəti aşağı olan ailələr arasında, məktəbə gedən uşağı olan ailələrdə yayılaraq ən çox burun, boğaz və göz vasitəsilə uşağa təmas edib keçə bilir. Yuxarı tənəffüs yollarından keçərək bu virus infeksiyası ciddi şəkildə aşağı tənəffüs yollarının xəstəliklərini yaradır. Ən qorxduğumuz xəstə qrupu 12 aydan kiçik, xüsusilə erkən doğum olan uşaqlar, doğumdan ürək xəstəlikləri olan uşaqlar və immun yetməzliyi olan uşaqlardır. Hansı ki, bunlarda respirator sinsitial viruslar ciddi şəkildə hətta reanimasiya tədbirlərinə qədər kömək edə biləcək xəstəliklərə gətirib çıxarda bilir. Ona görə də bu viruslardan uşaqları qorumaq lazımdır. Bəs virusa yoluxduqda nə əlamətlər olur və necə bilək ki, biz bu virusa yoluxmuşuq? Çünki bütün növ virus infeksiyalarında olduğu kimi şəffaf burun axıntısı başlayır və uşaqlarda subfebral qızdırma olur, 37-35, nadirən 38-ə qədər, yəni yüksək qızdırma olmur, halsızlıq olur, iştahsızlıq, yemək yeməkdə imtinalar, süstlük, belə hallar ola bilir və 3 gündən sonra kritik dönəmə çata bilir. Uşaqda əvvəlcə başlayan quru öskürək çox ciddi şəkildə tənginəfəslik şəklində klinikaya müraciət edib valideynlər gətirib çıxardır. Uşaq ayı kiçik olduqca, 3 aydan kiçik, xüsusən erkən doğumlu uşaqlarda bu ciddi şəkildə ağırlaşmalara gətirib çıxardır. 2 yaşdan kiçik uşaqlarda rast gəlinən bu ağırlaşmaları yalnız klinik şəraitdə həkim nəzarəti altında nəzarət edərək bu vəziyyətdən çıxmaq olur. Təbii ki, bəzi hallarda xəstəxanaya yatış və ya çox nadir hallarda da olsa, dediyim hallar olarsa reanimasiya yatızdırılmaq da lazım ola bilir. Təbii ki, bu xəstəliyi öncədən 3 gün ərzində müdaxilə etdikcə daha rahat keçirilir xəstə, amma xüsusi bir müalicə metodu yoxdur. Doktor müayinə etdikdən sonra onun laborator analizlər vasitəsilə aşkarlanması ola bilər. Bu müayinə vasitəsinin biri ən tez vaxtda veriləni tənəffüs panelidir, hansı ki, orada tez bir zamanda cavab verilir və biz respirator sinsitial virusa tutulduğunu bilirik. Yenə də heç bir müalicəsi yoxdur, müalicəsi simptomatikdir. Peyvənd vardır, çox təəssüf ki, hələ ki Azərbaycanda və yaxın qonşu ölkələrdə onun peyvəndi tətbiq olunmayıb. Peyvəndi tətbiq etmə səbəbi isə uşaqlarda respirator sinsitial virusun əmələ gətirdiyi ağırlaşmalara qarşısını almaqdır. Lakin hələ ki tam dünya miqyasında yayılmamışdır. Müalicəsi simptomatikdir, vaxtında aşkar olunarsa heç bir ağırlaşmağa yol açmayacaqdır.